Hamıya salam, mənim kanalımın ilk videosudur. Bu videoda oyunda kastığım əşyaları toplayacağıq və baxacağıq hesabıma. Burada bir dənə sandığımız qalıb, açaq. Yaxşıydı. Bu mənim setimdir. Üzerimdəki set, yəni bu iki paltar 300-cü bölümün bosslarının 300-cü bölümün bossuna aiddir. Bu paltar 100-cü bölümün bossuna aiddir. Bununla birlikte bir kalkan var idi. Onu sattım. O bununla birlikte verilmişti. Hətta gəlin sizə necə olduğunu belə göstərim. Mən indi 350-ci bölümdəyəm. 350, 150 və 250-ci bölümlərin petlərini almışam. Bu 350-ci bölümün peti qalır. Sizə bosslardakı paltarları göstərim. Burada kalkan qalır ki, onda gedək oynayaq. Reklam verdiği için bağışlayın ama benim elimde değil. Olabildiği kadar kısa çekmeye çalışacağım. Yüzüncü bölümden kalkanı aldıktan sonra 200-cü bölümə baxacağam. 200-cü bölümdə nəsə qalıbsa onu da alacağım. 100-cü bölümdə ilk 1-dən 100-ə qədər olan bölümdə belə qara adamlar verilir. 100-dən 200-cü bölümə qədər olan hissədə yaşıl goblin, zombi tarzı adamlar verilir. 200-dən 300-ə şeytanlar, 300-dən 400-ə qədər iskeletlər və 400-dən 500-ə qədər isə mor yaratıqlar verilir. Nə olduqlarını mən də bilmirəm. Ondan sonra yeni bir hissə açılır və belə qara adamlar, goblinlər və şeytanların ikinci versiyaları gəlir. Mən bu oyunu bir dəfə bitirmişdim, amma o vaxtı kanalım yox idi deyə video çəkib ata bilmədim. Telefondakı ünlü şey nədir desəz, onu mən də bilmirəm doğrusu, yeni gəldi. Telefon da Honor'du, niyə gəldiyini bilmirəm. Görüntüyə mane olsa şərhlərdə yazarsın. Bu oyundan sonra hesabın kritik değerlerine bakarıq. Hesabın kritik değerlerde məncə yaxşıdır. Ox miqdarım, adam öldürmə sayım, indiyə qədər yığdığım pulum. Əslində dünənləri video çəkmək istəyirdim. Dünənləri 180 minə yaxın pul kasmışdım. Amma adamları öldürməyə yayımın gücü çatmadığı üçün hamısını yaylarıma bastım. Bu arada bir yox 3 yay işlədirəm. Birinin 200 bölümə yaxın işlədirəm. İkisini isə səviyyələrini qaldırmışam. Deməli dostlar, kalkana tək atdıq.
internetə qoşulu olduğum üçün reklamlar verə bilər. Üzr istəyirəm. Getdik hesabın kritik yerlərinə baxaq. Statik açdım. İndiyə qədər 512 ulduz toplamışam. 10.327 dənə headshot atmışam. 11 dənə alma toplamışam. Canımı çox da azalda bilmədikləri üçün bu normaldır. Attığım oxların %42'si isabətli olub. 53 dəfə ölmüşəm. Sonsuzda ən hündür rekorum 1177'dir. Ən hündür PS headshot kombom 11'dir. İndiyə qədər 162.000 ox atmışam və 34.000 də kilim olub. Bununla yanaşı 415.000 də qəpik yığmışam. 1000 elmasım var idi, amma yayımı gücləndirmək üçün onları xərclədim. Videosunu çəkə bilmədim. Bu oyunun öz görüntüsüdür. Bu indi geyindirdikləri. Bu isə mənim öz yığdığım zırhlardır. Hansı yaxşıdır yorumlarda yazarsınız. Uzaqdığım setində yaşayacağım. Bu daha yaxşıdır. Şepka olaraq da bu qalsın. Kalkan olaraq da bunu seçdik. Tam oturdu məncə. Necədir yazarsınız. Bir də büyücü xarakterinə baxaq. Büyücü karakterində də bu 3 asam var. Kitabı bir yağlar çıxartdım deyə taxa bilmədim. İndi taxıram. Bu setlər var. Bununla yanaşı bu setlər də var idi. Bu setləri köhnəlikləri üçün dəyişdim. Biraz xəstəyim. Səsim pis çıxsa bağışlayın. 200-cü bölümə baxaq. 200-cü bölümdə bütün hər şeyi almışam. 300-cü bölümə baxaq. 300-də də hamısını almışam. İndi əlimdə olan set 300-cü setdir. Gedək 350-ci bölümə. Başlayaq. Bütün hamısını çıxardana qədər videonu dayandırmayacağım. Video uzun olsa baxmamazlıq eləməyin. Dostlar, bu yanımdaki petimdir. Onu 150-ci bölümdən almışam. 1000 elmasaya, 500 elmasaya yaxın bir elmasda ona basmışam. Əvvəldə o mənə hasarımın 10%'ini verirdi. İndi hasarımın 30%'ini verir. Yəni nə qədər hasar vururamsa onun 30% qədər də mənim hasarımın üzərinə qoyur. Səsi bağlayıram, bossa gələndə açacağım.
Bu arada bu video 2 hisse olacak. Bir hissesini indi, bir hissesinde birazdan atacağım. Yuh. İlk defa oynayıram, boş gecədir, bilmirəm. Əvvəl belə deyildi oyun, güncəlləmə gəldi. Deyəcəm onu qırmalıyam. Boss çıxmayacaq deyəsən, qorxur məndən. Birini qırdım. O birisini də qırdım. İndi boss'un çıxacağı yeri qırmaq qaldı. Boss'u mən öldürməyəcəm, köməkçim öldürəcək. Deməli dostlar, boss'da əlimi belə işlətmədim, boss o qədər asan deyildi. Petin verilmiş neysə ala bilmədik. Bu video burada bitti. İkinci hissəsini izləməyi unutmayın.